Lut tayfasının cavabı yalnız Lut'un ailəsini yurdunuzdan qovub çıxardın. Çünki onlar bizim gördüyümüz işlərdən təmiz qalmaq istəyən insanlardır deməkləri olmuşdu. Buna görə də biz onu və ailəsini xilas etdik. Yalnız övrətinin əzab içində qalanlardan olmasını təqdir etdik. Onların üstünə qızmar daşdan bir yağış yağdırdıq. Peyğəmbərlər vasitəsilə Allahın əzabından qorxudulanların yağışı nə yaman imiş. Ya Rəsulum, de, həmd olsun Allaha, salam olsun seçdiyi bəndələrinə. Allah yaxşıdır, yoxsa ona şərik qoşduqları bütlər? Bütlər yaxşıdır, yoxsa göyləri və yeri yaradan, sizin üçün göydən yağmur endirən kimsə, sonra biz o yağmurla sizin üçün gözəl bağçalar yetişdirdik. Siz o bağçaların ağaclarını göyərdə bilməzdiniz. Məyər Allahla yanaşı başqa bir tanrı mı var? Onlar qəsdən haqq yoldan yayınan bir qövmdülər. Bütlər yaxşıdır, yoxsa yeri məskən yaradıb, ortasında çaylar axıdan, üzərində möhkəm durmuş dağlar bərqərar edən və iki dənizin arasında maniyə qoyan kimsə, məyər Allah yanaşı başqa bir tanrı mı var? Lakin müşriklərin əksəriyyəti Allahın nə qədər əzəmətli olduğunu bilmirlər. Bütlər yaxşıdır, yaxud əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran, sizdən şəri sovuşduran, sizi yeryüzünün varisləri edən kimsə, məyər Allahla yanaşı başqa bir tanrı mı var? Siz nə az düşünüb daşınırsınız? Bütlər yaxşıdır, yaxud qurunun və suyun zülmətlərində sizə doğru yol göstərən, küləkləri öz rəhməti, yağışı önündə bir müjdəçi olaraq göndərən kimsə, məyər Allahla yanaşı başqa bir tanrı mı var? Allah müşriklərin ona şərik qoşduqlarından, bütlərdən ucadır. Bütlər yaxşıdır, yaxud məxluqatı öncə yaradan, öldükdən sonra onu yenidən dirildən, sizə göydən, yerdən ruzi verən kimsə, məyər Allahla yanaşı başqa tanrı mı var? De, əgər doğru deyirsinizsə, dəlilinizi gətirin. De, Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz. Onlar yenidən nə vaxt diriləcəklərini də bilməzlər. Xeyr, onların elmi axirəti qavrayıb dərk edə bilməz. Xeyr, onlar axirət barəsində şək-şübhə içindədirlər. Xeyr, onlar ona qarşı kordular. Kafirlər dedilər, məyər bizlər və atalarımız torpaq olduqdan sonra dirildilib qəbirlərimizdən çıxardılacağıq? Həqiqətən bu dirilmə bizə vəd olunduğu kimi, öncə atalarımıza da vəd olunmuşdu. Bu, qədimlərin əfsanələrindən başqa bir şey deyildir. De, yeryüzünü gəzib dolaşın, günahkarların axırının necə olduğuna bir baxın. Ya Peyğəmbərim, onlardan ötürü kədərlənmə və qurduqları hilələrə görə də ürəyini qısma. Onlar, əgər doğru danışırsınızsa, deyin görək bu vəd nə vaxt yerinə yetəcəkdir, deyə soruşarlar. De, tez tələsik istədiyiniz əzabın bir hissəsi bəlkə də artıq sizə gəlib çatmaq üzrədir. Həqiqətən, sənin Rəbbin insanlara mərhəmətlidir. Lakin onların əksəriyyəti şükür etməz. Şübhəsiz ki, sənin Rəbbin onların ürəklərinin gizli saxladığı və özlərinin aşkar etdikləri hər şeyi bilir. Göylərdə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın kitabda, lövh-ü məhfuzda olmasın. Həqiqətən, bu Quran İsrail oğullarına ixtilafda olduqları şeylərin əksəriyyətini anladıb xəbər verir. Və şübhəsiz ki, o, möminlərə bir hidayət və mərhəmətdir. Həqiqətən sənin Rəbbin onların arasında öz hökmünü verəcəkdir. O, qalib olandır, hər şeyi biləndir. Sən ancaq Allaha təvəkkül et, çünki sən açıq-aydın, həqiqi dindəsən. Şübhəsiz ki, sən nə ölülərə başa sala bilər, nə də dönüb gedən karlara çağrışı eşitdirə bilərsən. Sən o korları düşdükləri əyri yoldan düz yola gətirə bilməzsən. Sən yalnız ayələrimizə inananlara eşitdirə bilərsən. Məhz onlar müsəlmandılar. Onlara deyilən söz yerinə yetdiyi, qiyamət yaxınlaşdığı zaman onlar üçün yerdən bir heyvan çıxardarıq ki, onlarla danışıb bizim adımızdan insanlar ayələrimizə inanmırdılar deyər. O gün hər ümmətdən ayələrimizi təksib edənləri dəstə-dəstə yığarıq. Sonra onlar bir yerə cəm edilib məhşərə sürüklənərlər. Onlar haqq-hesab yerinə gəlib çatdıqda Allah buyurar, ayələrimizi anlamadığınız halda onları yalan mı hesab edirdiniz? O nə iş idi ki görürdünüz? Etdikləri zülm üzündən onlara deyilən söz yerinə yetər. Vəd olunduqları əzab başlarına gələr. Onlar heç danışa da bilməzlər. Məyər gecəni onların istirahəti üçün qaranlıq yaratdığımızı, gündüzü isə işlərini görmək, ruzi qazanmaq üçün işıqlı etdiyimizi görmürlərmi?
İman gətirən bir tayfa üçün bunda əlamətlər vardır. Sur çalınacağı gün Allahın istədiklərindən başqa göylərdə və yerdə olanlar dəhşətli bir qorxuya düşər və onların hamısı onun hüzuruna müti vəziyyətdə gələr. O gün dağlara baxıb onları donmuş zənn edərsən. Halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi bacarıqla, yerli yerində edən Allahın gördüyü işdir. Həqiqətən, O, etdiyiniz bütün əməllərdən xəbərdardır. Hər kəs Rəbbinin hüzuruna yaxşı əməllə gəlsə, onu müqabilində daha yaxşı bir mükafat gözləyir. Belələri o gün dəhşətli qorxudan da əmin olarlar. Rəbbinin hüzuruna pis əməllə gələnlər isə cəhənnəm oduna üzü üstə atılarlar. Onlara belə deyərlər: bu yalnız əməllərinizin cəzasıdır. De, mənə ancaq bu şəhərin, Məkkənin Rəbbinə ibadət etməyə əmr olunmuşdur. Elə bir şəhər ki, Rəbbim onu müqəddəs tutmuşdur. Hər şey yalnız O'nundur. Mənə müsəlman olmaq əmr edilmişdir. Və mənə Qur'an oxumaq buyurulmuşdur. Hər kəs doğru yolda olsa, yalnız özü üçün doğru yolda olmuş olar. Hər kəs doğru yoldan çıxsa, de, mən yalnız insanları Allahın əzabı ilə qorxudan peyğəmbərlərdənəm. Və de, həmd olsun Allaha, O öz ayələrini sizə göstərəcək. Siz də onları görüb tanıyacaqsınız. Rəbbin etdiyiniz əməllərdən əsla xəbərsiz deyildir. Rəhman və Rəhim olan Allahın adı ilə. Sin, Mim. Bu, açıq-aydın kitabın ayələridir. Biz inanan bir tayfa üçün sənə Musanın və Fironun hekayətindən bir qismini olduğu kimi söyləyəcəyik. Həqiqətən Firon Misirdə baş qaldırıb, onun əhalisini zümrələrə bölmüşdü. Onların arasında olan bir tayfanı gücsüz görüb, onların oğlan uşaqlarını öldürür, qızlarını isə sağ buraxırdı. O həqiqətən fitnə fəsad törədənlərdən idi. Biz isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə mərhəmət göstərək. Onları öndə gedənlər və Fironun mülkünə varislər edək və onları yer üzündə yerləşdirib möhkəmləndirək. Firona, Hamana və ordularına onların qorxub çəkindikləri şeyi göstərək. İsrail oğullarından birinin əli ilə məhv edilib hakimiyyətlərinə son qoyulmasını göstərək. Biz Musanın anasına, onu əmizdir. Elə ki, ondan ötürü qorxdun, onu dəryaya, Nil çayına at, qorxma və kədərlənmə. Biz onu sənə qaytaracaq, özünü də peyğəmbərlərdən edəcəyik deyə bildirdik. Fironun adamları axırda özlərinə düşmən kəsiləcək və başlarına bəla olacaq Musanı götürüb gəldilər. Həqiqətən Firon, Haman və onların əskərləri günahkar idilər. Fironun qadını dedi: bu uşaq mənim də, sənin də göz bəbəyimiz olsun, onu öldürməyin. Ola bilsin ki, bizə bir fayda verər, yaxud da onu oğulluğa götürərik. Onlar işin nə yerdə olduğunu bilmirdilər. Musanın anasının ürəyi bomboş, sevimli balasının fikrindən başqa hər şeydən xali olmuşdu. Əgər Allahın vədinə inananlardan olsun deyə ürəyinə səbr əta etməsəydik, az qala onu biruzə verəcəkdi. O, Musanın bacısına, onun dalınca get dedi. O da kim olduğunu hiss etdirmədən uzaqdan uzağa Musanı